Siz heç bilirdiniz ki, südün üzünə yığılan qaymaqdan cəmi 20 dəqiqəyə belə asan üsulla tam təbii nehrə yağı alına bilər? Nə böyük qazanlarda qatıq çalma əziyyəti, nə nehrə çalxalayıb sonra da mətbəx boyu düzülən qab yuma əziyyəti yoxdur. İndi keçək əsas məsələyə. Südü qaynatdıqdan sonra ən azı bir gün soyuducuda saxlayıram. Sonra üzünün qaymağını yığıb qapağı möhkəm bağlanan bir qabda soyuducunun buzluq gözünə qoyuram. Kifayət qədər qaymaq yığıldıqdan sonra buzluq gözündən götürüb soyuducuda 1-2 gün buzun açılmağını gözləyirəm. Sonra göstərdiyim qaydada əlimlə yoğura-yoğura yağı ayrandan ayırıram. Videoda göstərdiyim kimi 10-15 dəqiqədən sonra yağ ayrandan çox asanlıqla ayrılır. Kənarda qoyduğum buz kimi suda 2-3 dəfə yuyuram ki, tərkibində ayran qalmasın. Əks halda yağ tez xarab olar. Sonra hissələrə ayırıb soyuducunun buzluq gözündə mühafizə edirəm. Səhərlər qızarmış çörək, üstünə də öz bişirdiyiniz mürəbbə. Dadına doymaq olmur.